Hər biri salamlayıram kanalımıza, videomuza xoş gəlmişsiniz. Başladan gördüyünüz ki, bugün Azərbaycan efirlərində baş vermiş gülməli hadisələr. Baxırıq yeni öz yeni öz auramdayam, belə deyim. Nə auraya, belə aura olar, bir dənə auraya bax. Neysə, like atıb bir də abunə olun. Baxa görüm nə qədər bəyənmə gələcək. 100 bəyənmə gəlsə bunun davamını çəkəcəm, gəlməsə də davamını çəkəcəm. Neysə də o şey 87 bəyəni zad atın bəsdir. Başqa şey istəmirəm. Daha 100-ə qaldırmıram. Bilirəm ki 100 bəyəni gəlmir onsuz. Yəni gücümüzü göstərə bir sözlə. Videoları gecələri tezləşdirəcəm inşallah. Allah qoysa. Allah böyüdür. Ya Allah bizi billah. Neysə başladıq. Videomuz maqsədidir. Dedim qoşmayın da. Nə deyir? İşləmə qabiliyyətin yoxdur. İşləmə qabiliyyətin yoxdur da. Dedim Tema biləndə öcə gülür. Bu arada videonu Medium adlı bir kanalda almışam. Keçib izləyə bilərsiniz. Həyat yoldaşı 27 gündür evdən qaçan nə deyir bu? Həyat yoldaşı 27 gündür evdən qaçan Məzahirin dinlədiyi mahnı. Məzahir, parçala məni Məzahir. o şey mahnıları nədir o? We don't talk anymore. We don't talk anymore. O bir sənin şo mahnıları qulaq asır. Həyat yoldaşı gedib Azərbaycanca mahnılar çox qəmli olur axı. Onu qulaq asıb özünü ağlatmır. Belə əyləncəli mahnıları qulaq asıb ancaq oynayır evdə belənsiz. Sənin 17 yaşın tamam olacaq fevralda. Sənin də 32 yaşın var, düzdür? Hə. Amma bilirsən də bu düzgün deyil. Yox, yəni bilən sevgi yaşa baxmayın da. Sevgi yaşa baxmır, bəli. Bəli, bir dənə bəhanə var, sevgi yaşa baxmır. Ancaq bu böyük cinayətdir. Dedim qoşmayın da bunu. Qüsurlu adam deyə nə işim var mənim, neysə. Sualın cavabı arxadakı cavaba uysun deyə göstərdiyim çabaqa nə gücünü oxudum. Mən bunu səhər deyə uşaqla fikir verməyin. 5 üstə gəl 5 nə qədər elə əzlərim? 10. Ondan da 0 gedəndə nə qədər eləyir? 1. 2026 hesablayın nə qədər eləyir? 10. Oradan da 0 nə qədər eləyir? 1. Taxşda illə biz bərabər 1-dən başlayırıq. Düz deyir. Bilmədim nə deyir. Çünki mənə dediyi şey maraqlı da deyildi. Belə baxdım getdi. Neyse boş verin. Reaksiya verəmədim mən bu hissəyə. Buyurun əzim. Əlbil olub bir neçə tülkü bir xoruzla. Oy, bu necə dedi bu? 51 olub bir neçə bir tülkü bir xoruzla. Məncə şirlə əlbir idi. Çaqqal. Çaqqal. 51 olub bir ay bir şirlə. Baba tapdım. Gördünüz. Bunu hər adam tapa bilməz, mən tapdım. Mənim medal düşür. Ovladılar pələngiləri tədbirlə. Bunu ünvanladım və səs göndərim. Nə səs göndərim? Sənə bir dənə 10 ballıq səs göndərim. Mən səs özü konturla deyir, özü səs göndərmə falan. Sən zamanda nə səs göndərim mən? Sən bir dənə şeirdir, qəzəldir, bayatdır, nədir onu deyə bilmədim. Mən onu necə göndərim? Heç gör mən dedim, heç mənə də səs düşmür. Nə sənə səs düşür, nə mənə? Neysə, udacaqsan sən maşın oyunu, deyə özü də. Sən maşını utdun, qaqa, getdi. Vaxt var idi, o xoruzla sən də əlbir idin, hindi çəkdin özünü tinə qal. Xahiş edirəm, bir dəqiqə diqqət. Əvvəllər çox maraqlı olub həqiqətən televiziyalar, televiziya, komediyalar falan. Sən də deyək, xoruzla deyir, əlbir idi. Xoruzun rusca adını demək istədi, deyəsən axırda. Yəni, mən nə danışım, neysə. Əsəbləşdi. Buradan Zahir Kamala baxın bir dənə, cavan vaxtları, yakışıqlı vaxtları. O Qarabala kimdir ortada oturub orada? Yox, Tellinin yanında. Üzr istəyirəm, Telli xanım. Əl çalır o qara orada. Yalancının başına quş peyni. Heç nə başa düşməmsən, nə deyirlər orada? Əlini çalırsan. Birdən Azərbaycan zad olar, özünü kraskalayıb zada ilə düşərəm, zibilə zada lazımdır. Uğurlar arzulayıram. Ara, Azərbaycanlı ol, belə effekti deyirsən, bu nədir bu? Ara, buradakilər tanış gəlir mənə. Bu əl çalan kişi mənə tanış gəlir. Arabalar hamısı Azərbaycanlı deyə qığılır mı?
Avtobusu qabağımızdakı qıza toxunmamaq üçün arxamızdakı dayıyla qurduğumuz münasibət. Elə yaxşı ki, avtobusu minmişəm. Sözə fikir verin. Fikir verin danışın. Həm onun sözü danışırsınız. Efirdir bura. Belə şey olar. Sen getirdin. Belə şey. Qarı bəy, əyləşin. Çağırmışsınız vermişəm. Çağırmışsınız elə şey. Elə bir şey Mən olmur. gətirmişəm, bəli. Mən gətirmişəm. Sənətkaram mən. Hə, Bir dəqiqə. Sənətkarın biriniz olur. Sənətkar. Bir dəqiqə, əyləşin. Elə şey olar. Biz özünə sənətkar deyib, əlim, biz onunla qarışa bilmərik. Əlim, o qədər geyimsən. Arxadakı efirin adına fikir verim. Təpədən dırnağa, həqiqətən də təpədən dırnağa söhbət gedir burada bu arada. Divanda nə qədər vaxt belə hərəkət Bir yay tətili necə gedir deyə soruşanda. Siz otura bilərsiniz. Evdə çox vaxtı. Məsələn 1 saat, 2 saat divanda hərəkətsiz otura bilərsiniz. Elə o yıxdı da məni. Mən evdə oturmurdum axı. İş yerimdə əlavə iş tapşırılanda mən. Şükür mənim burada meyidim çıxsın. Məni yaradan Allah bir tane onu istəmirəm. Məni yaradan Allahım. Ne istəyirsən istəyirəm. Bir tane onu burada mən görmək Allahım sən istəmirəm. görənsən, sən bilənsən. Ay, bunlar əməli başı temaları vallahi. Əvvəllər televiziya əfsanələri çəkirdim. Bunları görüb gic olurdum mənə. Çox ərigəndi, yəni. Hər şeyi sənə buraxıram. Heç kimə heç nə demirəm. Heç bir oğul. Mənə də yazırlar Zar müəllim. Allah hamd olsun, mənə yazırlar dillisən, nə bilim Xalidə yaraşmısan, Nurlana yaraşmısan. O qədər sözlər deyir. Mən minvaniya vermirəm. Minivaniya mən də elə vermirəm. Yəni narahat olma görə. Heç mən də minivaniya vermirəm. Azərbaycan dilinə tez yaddan çıxıyor. Arada özüm də rus sözlərini falan istifadə edirəm olan şeydən, amma ki nə bilim bunlar nüşbel eləyir, bu efirə gələnlər. Yəni aparıcı verilişi aparanda, amma ki efirdə olanlar nə bilim şey deyə biraz. Nə bilim, neysə. Olsun, yəni Məndən öyrənə bilmərsən. Sən birinci özündən balaca hörmət qoy, sonra da sən özündən balaca Bacım paltarımı icazəsiz geyinəndə yaşanan normal olaylar. sənə hörmət qoysun. Bildin? Özdə əlini vurma burada. Bacım mənim tutaq ki bacım vardı. Mənim paltarımı necə geyinə bilər mənə zat. Əlinə gələn vururam başına. Sən onu eləyə bilməzsən. Dedim sənə, eləyərəm. Ay bu bir sinə üstədir. Bu yemək yarışması falandır. 100% birinin yeməyi duzlu düşüb, birinin duzsuz. Bunlar bacıdılar. Biri qalib gəlib. Bunun üstündə dava edilir paxıllıqdan. Və 100% elə bir şeydir. Çox vaxt davalar yəni elə anlarda olur. Uşaq vaxtı mən də baxırdım axı meymun kimi. Mən məsələni çıxarmam. Eləyərəm. Eləyə bilməz. Mənə çatmır. Əli stola belə vuranda nə olur ki? Nə oldu ki ya? Kimsə öldü yoxsa nə oldu? Nəysə sizinki çox uzun sürəcək. Ən iyisi biz videomuzu bitirelim. Videomuzun sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldisə like atıb bir də ki kanala abunə olun. Görüşmə ümidilə sağ olun, sevilirsiniz. Uğurlar arzulayıram hər birinizə, minnətdarım. Az qaldı, videoları davamıza aldı. Amma sən like at, görün ki mən like gəlir başa. Like'lar belə düşür havadan zaddan var, indi düşdüyü kimi. Like yağışı yağır. Bir də gördün ki dalbadal 3-4 günə gəldi də video. Neysə. Özdə bir vaqon, bir tır video gəldi. Neysə, sağ ol.